salamlayıram, xoş gördük. Artıq 2 aydır ki biz birlikdəyik. Məhz Azərbaycan Respublikası qeyri-dövlət təşkilatlarına, qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə əlilliyi olan şəxslərin sosial müdafiəsinə və inteqrasiyasına dəstək ictimai birliyinin bacarıqdan peşəyə, peşədən məşğulluğa layihəsi bugün yekunlaşır. Bugün son notları üzərində gedirik və bugün siz məhz sertifikat alacaqsınız. Bu 2 ayda bir yerdə olduğumuz həqiqətən çox xoş oldu. Yəni, mən inanıram ki, siz bir çox bilikləri əldə etdiniz. Yəni, hər bir xanım bacarır yemək bişirməyi, amma məhz onun dərinliklərini, onun, necə deyim, yemək də bir mədəniyyətdir, onun mədəniyyətini hər kəs bilmir və siz artıq bu 2 ay ərzində Xatirə xanımdan bu sirləri öyrəndiniz və gələcəkdə tətbiq etməyinizə inanıram və ümid edirəm. Çünki siz işlərinizi görəndə də, öz məşğulluğunuzu təmin edəndə də artıq siz sertifikatlı bir usta olaraq işə gedəcəksiniz və yaxud məşğulluğa başvuracaqsınız və deyəcəksiniz ki, biz artıq birinci mərhələmizi keçmişik. Mən sizin hər birinizə uğurlar arzulayıram və ümid edirəm ki, gələcəkdə bütün işləriniz çox gözəl, çox dəyərli olacaq. Mən indi sözü Xatirə müəlliməyə vermək istəyirəm. Xatirə müəllimə, bu 2 ayda əlilliyi olan xanımlarla işləməyiniz sizə necə təsir etdi? Necə oldu? Siz bunların hər kəsə, yəni ki, son fikirlərinizi bizlə bölüşərdiniz, zəhmət olmasa. Əvvəla salam, hörmətli Səbinə xanım və hörmətli müdavimlər. Çox xoş oldu sizlə bu 2 ayda. Mənim başqa dostlarım da olub, amma sizlə mənə daha uyğun oldu, daha yaxşı oldu. Hamınızı sevdim, hamınıza çoxlu uğurlar arzulayıram. Bütün dünya mətbəxindən tutmuş, Azərbaycan mətbəxini sıxışdırdıq bu 2 ay ərzində. Müəyyən biliklər əldə elədik. Mən də sizlə, özüm də bəzi şeyləri sizlə kəşf elədim. Çox xoşdur sizlərlə işləmək. Yenə də olsa, yenə də işləyərəm. Çox sağ olun, hamınıza təşəkkür edirəm. Bu istiyay günlərində bir yerdə olduq. Uğurlar arzulayıram hamınıza. Təşəkkür ederim. Biz sertifikatlarımızı təqdim edəcəyik bizim aktiv, fəal üzvlərimizə, yəni ki, müdavimlərə. Atakişiyeva Arzu Rəşid qızı. Ən sağ olun, təbrik edirəm. Kərimova Vüsalə Seydağa qızı. Təbrik edirəm. Kərimova Nisə İlqar qızı. Təbriklər. Əliyeva Müşkünaz Əli qızı. Təbrik ederim. İndi mən başım. Bir də Nəzərova Günay Musa qızı. Nurzadə Mahizər. Təbrik edirəm. Bir mənə. Səfərova Xəyalə. Ay, Mahizə, sən o çək. Mahizə çıxın nəzərində. Təbrik edirəm. Əl çalda nə olur? Sonra
Məmmədova Binnur, Etibar qızı. Binnur bizim ən balacamızdır. Bu layihədə qatılanların. Ümid edirəm, çox gözəl yeməklər artıq pişirə bilir. Mən buna əminəm. Binnuru gətirərəm, gəlin mən ki, mənə gəlib. Təbrik edirəm Binnur. Bu sənin ilk sertifikatındır. İnşallah əlimizdə olur, daha da sertifikatlar əldə edəcəksən. Həsən o Pərvanə. Təbrik edirəm, uğurlar. Cemil, Aysel'in kim? Aysel. Allah biliyor bu Aysel. Mesela gələ bilməyənlərin sertifikatlarını almağa gələnlər digərləridir. Ona görə də biz onlara təqdim edirik. Təbrik edirik. Hər birinizə bir daha təşəkkür edirəm ki, bu 2 ay müddətində fəal, aktiv iştirak etdiniz, çox maraqla iştirak etdiniz və qarşıladınız. Hətta qrup yaratdıq, qrupumuzda da çox gözəl yeməkləri hazırladınız evdə və bizə qrupda atdınız və hər birinizə minnətdaram, təşəkkür edirəm. Aktiv oldunuz və heç incitmədiniz sözünüzü. Çünki əvvəlki əlilliyi olan şəxslərlə işləməkdə biraz çətin olur ki, onların gəlib getmə məsələlərində problem olur. Amma bu dəfə o qədər aktiv idiniz, o qədər fəal idiniz ki və biz heç incimədik ki, heç hiss etmədik. Düzdür, 16 dərs çox ağır dərs idi. Yəni, praktiki məşqələ, hamısında demək olar ki, praktiki məşqələ var idi, master klasslar var idi və biz yəni, çox böyük həvəslə gəldiniz. Buna görə sizin hər birinizə təşəkkür edirəm, minnətdaram. Mən Murada da xüsusi təşəkkürümü bildirirəm. Murad bizə hara gəldi, getdi. Yəni, bugünkü bəs tədbirimizlə Muradın dəstəyi ilə təşkil etdik. Çox təşəkkür edirəm. Və Xatirə xanım, sizə təşəkkür edirəm. Çünki bu 16 gündə hər dəfə çox gözəl həvəslə bu işləri gördünüz və bizi demək olar ki, şükür Allaha ki, heç bir problemimiz olmadı bu barədə və hər birinizə təşəkkür edirəm. Sizə təşəkkür edirik ki, siz yaxşı ki varsınız. Çox sağ olun. Mənim də işim, bizim təşkilatın da işi odur ki, belə bir dərsi bizə öyrətdir. bizim də təşkilatın işi məhz əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasıdır və biz bu inteqrasiyanı məhz məşğulluq üzərindən, təhsil üzərindən yəni etməyə çalışırıq. Hər birinizə uğurlar arzulayıram gələcək fəaliyyətinizdə və layihələrimiz davamlı olacaq. İnşallah. Yəni, sizin məhz gələcək layihələrdə sizin fikirləriniz bizim üçün önəmlidir. Siz hansı kursu istəsəniz, biz o kursu sizin üçün təşkil etməyə çalışacağıq. Təşəkkür edirəm, hər birinizə minnətdaram. Hamı yürüdür, mən dedim ki, Yaxşı düşünün, yaxşı düşünsəniz dəfələrimiz. Bu ayın Məktəbə ilk üçün məktəbə sağlayın. Ağzından çıxardım. Mən öyrənmişəm uşaqdan təminləməyəm. lətafət, Saat neçədə neçəyə can ilişkin təzəyəm gedir. Böyle sakit olmağına baxın, xarakteri. Birazcık qabağa. Arkasın.
Çox həqiqətən təşəkkür edirəm. O qədər maraqlı kollektivdir, o qədər maraqlı insanlardır ki, adam heç ayrılmaq istəmir. Məndən olsa bir 3 ay uzardım. Arxarınız olsun inşallah. Onsuz da bundan sonra gəzintilərimiz olacaq, bundan sonra tədbirlərimiz olacaq, bir yerə yığılacaq yerində. Qrupumuzu da dağıtmıram, kulinariya qrupu qalacaq. Kimin nə məsləhəti olarsa, kimin nə sözü olarsa, Faqilə müəllimə qrupdadır. Mən də qrupdayam, kim nə istəsə, bizim təşkilatımızın öz qrupu var, amma kulinariyanın ayrıca qrupu var. Məsələn, bizim SMM qrupumuz vardı, keçən il layihəmizdə, o qrup hələ də qalır. Pəhvanə xanım o günə qədər oradaydı, təzə iş yerinə getirdi deyərək. Uşaqlar oyuna məsləhətləşirlər, orta haqlıqlar, hər şey düzəldir. İndi yenə də Pərvanə xanımın şəxsi ilə yazışırlar. İndi Xatirə xanım da qrupda qalır. Həmin o qrupda da kimin nə məsləhət olarsa, nə söz olarsa, hər birimiz müraciət edə bilər. Təşəkkürlər oldu, xeyirli olsun, uğurlar. Layihəniz davamlı olsun, ardı gəlsin inşallah. Hamımız da çox gözəl yemək pişirməyi öyrəndilər. Əsas xanıma nə lazımdır? Əl qabiliyyətinin yaxşı olması. Siz də bu xanımların əl qabiliyyətinin, bacarığının yaxşı olması üçün çalışdınız. Buna görə də xüsusi təşəkkür. Çox sağ olun. Bax, bugünkü tortumuz da bizim kulinariyamızda real iştirak edən Müsalə xanımın əl işi idi. Bugün Əsmidin tortum pişirilmişdi. Çünki o çox gözəl hazırlanıb. Təşəkkür edirik sizə. Əllərinə sağ olun. O gün olsun Səbinə xanım imtahanı versin, yenə dişdə gedək. İnşallah.